Salam əziz dostlar, hər vaxtınız xeyir. Ölkənin hər yerindən vəkilin səsi ictimai siyasi hüquq qəzetinə zənglər edirlər, tanışlar, hüquqşünaslar çox narazılıq edirlər ki, onların diplomları qalıb evlərdə, onları vəkillər kollegiyasına qəbul etmirlər, şərtlər ağırdır. Onlara imkan vermirlər diplomlarına əsaslanaraq hökumətdən vön, yəni vergi ödəyicisi kimi sahibkarlıq formasında insanlara hüquqi yardım göstərsinlər, hüquqi xidmət göstərsinlər, ərizə yazsınlar. Axı bu onların ixtisasıdır. Nəyə görə hökumət hüquqşünasların cüzi bir təbəqəsinə üstünlük verir? Nədir onların adamları var. Məsələn, Vəkillər Kollegiyası yaradılıb 2017-ci ildə. Onun sədrini qoyublar Anar Bağırov. Anar Bağırovun adamları var yuxarıda. Anar Bağırova imkan verilib ki, ona layiq istinadları götürsün kollegiyaya. Yalnız onlar vəkillik edə bilərlər. Hökumət Anar Bağırova medallar verir, vəzifələr verir, tərifləyir. Milli Məclisdən tutmuş baş prokuror kimi hamı Anar Bağırova dəstək verir. Halbuki Anar Bağırovun Vəkillər Kollegiyasında ölkədə olan hüquqşünasların yalnız 5% var. Yəni 5% hüquqşünasa ixtiyar veriblər məhkəmələrdə çıxış etməyə. Nəyə görə? Çünki onun sədri Anar Bağırovdur. Nəyə görə? Çünki Anar Bağırov və onu müdafiə edən şəxslər Milli Məclisdə belə bir qanunlar qəbul ediblər. O qanun ki, nə xalqın mənafeyinə, nə də məhkəmənin mənafeyinə uyğun deyil. Hələ Anar Bağırovun Vəkillər Kollegiyasına iri digər imtiyazlar da Milli Məclis verir. Ya, bu bir kampaniya şəklini alıb. Amma şikayətlər var ki, vətəndaşlar, hüquqşünaslar, stajı olanlar, hüquq təhsili olanlar, diplomları olan şəxslər heç onlara imkan da verilmir ki, onlar kimi üçünsə ərizə yazsınlar, məsləhətlər versinlər. Heç bir ixtisasda Azərbaycanda belə bir məhdudiyyət yoxdur. Hüquqşünasların hüquqları bu formada pozulmur. Digər həkimlərdir, mühəndislərdir, müəllimlərdir, hər istənilən ali təhsilli insan, diplomları tanınmış şəxslər özləri üçün bir firma, kabinet açırlar, insanlara alternativ olaraq xidmət göstərirlər, dövlətə vergi verirlər, amma hüquqşünaslara bu qadağandır. Hətta inzibati prosessual məcəllədə Vəkillər Kollegiyasının o adamlarından, o savadsız əksəriyyəti adamlarından başqa digər hüquqşünaslara məsləhət verməyə də belə imkan verilmir. Dövlət səviyyəsində qanunsuz qanunlar qəbul olunub. İnsanlar bundan narazıdır. Deyəndə də deyirlər ki, Anar Bağırov Vəkillər Kollegiyasının sədr gələndən vəkilliyin səviyyəsi qalxıb. Yalandır. Vəkilliyin səviyyəsi yox, Anar Bağırovun hörməti səviyyəsi qalxıb, medallarla təltif olunub və inzibati yollarla Anar Bağırov və yeganə Vəkillər Kollegiyası ki, Azərbaycanda yeganə Vəkillər Kollegiyası var. Halbuki dünyada, məsələn, Rusiyada 3356 ədəd Vəkillər Kollegiyası var. Azərbaycanda isə bir yeganə monopolist Vəkillər Kollegiyası var. Əlbəttə ki, digər hüquqşünaslara əgər imkan verilmirsə ki, insanları müdafiə eləsinlər məhkəmələrdə, burada alternativ olmadığı üçün, burada rəqabət olmadığı üçün yalnız görünən Vəkillər Kollegiyasıdır. Buna görə də bu yolla Vəkillər Kollegiyasını süni sürətdə nüfuzunu qaldırmaq olar. Və indi Anar Bağırov sabraniyalar keçirir, konferanslar keçirir, ayrı-ayrı ölkələrdən vəkillər dəvət edir, özünün sosial şəbəkələrdə reklam edir, medal verir, təltif edirlər. Əlbəttə, ilk baxışdan görünər ki, bu adam vəkilin səviyyəsini qaldırıb. Yox, Vəkillər Kollegiyasının səviyyəsini qaldırıb. Vəkilliyin səviyyəsi, əgər bütün hüquqşünaslar, arzulayan bütün hüquqşünaslar vəkil olsaydılar, ola bilsəydilər, onda rəqabət olardı və ümumilik də vəkillər arasında rəqabət olduğu üçün işlərin keyfiyyəti də arta bilərdi. Lakin monopolist bir çərçivədə Vəkillər Kollegiyası bir qurum yaradıb, yalnız özünü reklam edir. 90% vəkilləri isə ümumiyyətlə yaxın buraxmır ki, 90% vəkillər ki, kənarda qalıblar, onlara imkan verilmir. Onlar Vəkillər Kollegiyasının vəkillərinin əksəriyyətindən çox bilikli və savadlıdırlar. Amma onları qəbul etmirlər. Bu Vəkillik İnstitutu adlı bir qurum uydurublar. Əslində Müdafiə İnstitutunun pozulması deməkdir. Tutaq ki, bir
ev kətdə həm keçilər var, həm də qoyun, inəklər var. İstənilən insan gedir keçi südünü içir, istəməyən gedir inək südü içir. Günlərin bir günü bütün keçiləri qırdılar, qaldı inək südü, inəklər. İndi hamı məcburdur gedib inəyin südünün içində. Azərbaycanda belə bir vəziyyətdir. Hüquqşünasları hamısını qovublar siyasi əqidələrinə görə. Onu da deyim ki, bu başqa bir mövzudur. Hüquqşünasları imkan vermirlər, savadlı hüquqşünasları məhkəmədə insanları müdafiə eləsinlər. Vəkillər kollegiyasına imkan verirlər. Əlbəttə belə nüfuz qalxar. Çünki tərəzi əyilib. Məcburdurlar insanlar vəkillər kollegiyasının üzvlərinin. Savadlı oldu, olmadı, yalnız oraya hökumət parmaq göstərir. Gedin onlarla müqabilə bağlayın. Necə ki, mediasiyanın pisinə qoyub hökumətin bu qanunsuz qanunları. Bu belə getməyəcək. Hüquqşünaslara azadlıq verilməlidir. Hüquqşünasların hüquqları pozulmamalıdır. Digər sahələr kimi hüquqşünaslar da ayrı-ayrıda dövlətə vergi verməklə, patent almaqla, lisenziya almaqla fəaliyyət göstərməlidirlər. Bu məhkəmənin də vəkilliyin fəaliyyəti bu zaman üstünlüyü, onun səviyyəsi bu zaman qalxa bilər. İstedadlar belə ortaya çıxa bilərlər. Yoxdur. İstedadlı vəkil yoxdur. Vəkillər kollegiyasının rəhbərliyin özlərinin də istedadları yoxdur. Onların əməllərinə fikir verin. Danışıqlarına fikir verin. Adam sadəcə cənab prezident demişkən iyrənir. Sağ olun.